Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gördük. Bu dəfəki mövzumuz yenə Rusiya-Ukrayna müharibəsi, Rusiya-Ukrayna müharibəsində sahədə, cəbhədə baş verən proseslər, müharibənin dayandırılması üçün atılan addımlar, Türkiyənin Rusiyadan aldığı S-400 ətrafında dönən proseslər və bunun Azərbaycan və Cənubi Qafqaza təsiri ilə bağlı olacaq. Öncə qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi masa ətrafında nə qədər danışıqlar prosesi sürətli şəkildə getsə də, Rusiya-Ukrayna cəbhəsində də proseslər o qədər sürətli gedir. Yəni artıq ruslar müəyyən şəhərləri, müəyyən yaşayış məntəqələrini işğal eləyir. Dünən Ukrayna ordusu bir şəhəri geri qaytardı və digər şəhərlər istiqamətində də hərbi əməliyyatlar keçirir. Rusiya ordusunun logistika yolunu ən azından bağlayıblar və ağır döyüşlər gedir. Söhbət Kurbyansk istiqamətindən gedir və digər şəhərlər istiqamətindən gedir. Eyni zamanda isə Rusiya tərəfi Severskini artıq işğal edib. Bundan əlavə ruslar faktiki olaraq ən çox yaxın bu günlərdə ən çox zərbələr indirdiyi istiqamət isə Odessa istiqamətidir. Odessa onsuz da Rusiya üçün çox önəmli bir faktor idi və mən bunu dəfələrlə qeyd edirdim. Hətta Rusiya-Ukrayna müharibəsi başlayan zamanda qeyd edirdim ki, bu müharibənin sonu ruslar üçün ümumiyyətlə, yəni Kiyevi tutsalar da onlar üçün böyük uğurdu. Amma ruslar üçün əsas istiqamət hesab edirəm ki, Odessa istiqaməti idi, Nikolayev istiqaməti idi və ona görə də Rusiya ordusu hətta əgər günü bugün indiki hədlərdə müharibə dayansa, hesab edirəm ki, illər sonra yenə bu müharibə başlayacaq və Rusiya konkret olaraq Qara dənizə çıxış əldə etməyə çalışacaq sırf Ukrayna ərazisindən. Və Ukrayna ordusu təbii ki, bir neçə gün öncə Türkiyənin sahil sularında Rusiya gəmilərini, yəni tankerləri vurmuşdu və dünən də ruslar Ukraynanın sahil sularında, yəni Odessadakı limanda Türkiyəyə məxsus bir gəmini vurublar və hətta ilk dəfə idi ki, MiG-29, MiG-31 qırıcılarından vasitəsilə Odessa istiqamətinə zərbələr indiriblər. Raketlərdən zərbələr indiriblər, dronlar vasitəsilə də zərbələr indiriblər. Yəni Rusiya dolayısıyla tankerdəki ümumiyyətlə tankerin qisasını almağa çalışır və həm də bir növdə Türkiyəyə bir mesaj göndərir ki, əgər sahil sularında mənim tankerlərim vurulursa, mən də gəminizi vura bilərəm. Yəni burada artıq Türkiyə ilə Rusiya arasında da müəyyən bir gərginliyin olma ehtimalı artır və bunu ondan əlavə qeyd etmək lazımdır ki, ümumiyyətlə Rusiya-Ukrayna müharibəsində son dönəmlər rusların həm kütləvi raket zərbələrinin, həm dron zərbələrinin sayı artıb və Ukrayna tərəfi də təbii ki, maksimum çalışır ki, həm müqavimət göstərir, variant yaranan kimi, bir fürsət yaranan kimi əks hücum həyata keçirir, müəyyən əraziləri işğaldan azad eləyir və Rusiyanın ərazisindəki ümumiyyətlə obyektlərə, hərbi obyektlərə və enerji obyektlərinə, neft, qaz obyektlərinə ən az zərbələr indirməyə çalışır və müəyyən mənada da burada uğurlanır. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi hələ də masada bir qərar verilməyib və onu da qeyd eləmək lazımdır ki, ruslar açıq şəkildə bildirirlər ki, hətta seçkilərlə bağlı, referendumla bağlı məsələdə də atəşkəsi dayandırmaq niyyətində deyirlər. Yəni ruslar konkret olaraq bu məsələni dəqiq bir müqavilə ilə bitirmək istəyirlər. Yəni atəşkəs məsələsi Rusiya üçün hesab edirəm ki, uğursuzluq əlaməti olacaq. Ona görə də ruslar burada atəşkəs variantını seçmirlər, atəşkəs variantına getməyəcəklər. Onlar çalışacaqlar ki, masada bir dəfəlik yəni müqavilə bağlansın. Bunun adı sülh müqaviləsi olacaq. Hər nə olacaqsa da bunu ruslar çalışacaq ki, bir dəfəlik etsinlər. Rusiya ilə Türkiyə münasibətlərinə gəldikdə, yaxın günlərdə Amerikanın Türkiyədəki səfiri bir bəyanat verdi və bildirdi ki, S-400-lər Rusiyaya qaytarıla bilər və yaxud da ki, bir çoxları da iddia elədi ki, bu türklər S-400-ləri Azərbaycana
verə bilər və yaxud da ki, sata bilər. Yəni burada bu çox bir bəsit yanaşmadır hesab edirəm. Çünki adi Yunanistan S-300-ləri Ermənistana satmaqla bağlı bir bəyanat verəndə, fikir səsləndirəndə ruslar dərhal buna bir bəyanat verdilər və açıq şəkildə bildilər ki, ortada müqavilə var və o müqaviləyə əsasən yəni Rusiyanın icazəsi olmadan S-300-ləri hansısa bir ölkəyə satmaq, vermək, yəni mümkün variant deyil. Və bu da o deməkdir ki, heç yəni Türkiyə istəsə belə Rusiyanın icazəsi olmadan, Rusiyanın istəyi olmadan S-400-ləri Azərbaycana verməz, yəni verə bilməz. Ona görə də bu məsələyə yəni bu qədər bəsit baxmaq olmaz. Hesab edirəm ki, bu bir qədər mürəkkəb məsələdir. Digər məsələ isə S-400-lərlə bağlı məsələ isə ondan ibarətdir ki, yəni Amerika tərəfi iddia edir ki, əgər S-400-ləri ruslara qaytararlarsa, ondan sonra F-35 proqramına qaytaracaqlar. Mən açığı yazılarda da qeyd eləmişəm. Ruslar, yəni Türkiyə üçün əslində F-35 proqramından çıxmaq və yaxud da ki, Türkiyə-Amerika arasında gərginliyin səbəbi S-400 deyildi. Türkiyə ilə Amerika arasında gərginliyin səbəbi patriotlar idi. Yəni Türkiyə patriot hava hücumundan müdafiə sistemlərini Amerikadan istəyirdi, almaq istəyirdi. Amerika tərəfi bunu vermədikdə Türkiyə alternativ olaraq ən müasir hava hücumundan müdafiə sistemi kimi Patriotun alternativi olaraq S-400-ləri aldı. Yəni burada sabahları S-400-lər qaytarılsa, yenə də Türkiyə, yəni Türkiyənin dərdi F-35 deyil, Türkiyə yenə hava hücumundan Patriot istəyəcək, hava hücumundan müdafiə sistemi istəyəcək. Və əslində Türkiyə üçün hava hücumundan müdafiə sistemləri son dərəcə əhəmiyyətlidir. Rusiya-Ukrayna müharibəsi təbii ki, hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətini ortaya qoydu, amma İran-İsrail toqquşması, yəni bunu hətta nəinki Türkiyə, ümumiyyətlə bir çox ölkələr hava hücumundan müdafiə sistemlərini əl gəzdirməyə başladı və hətta burada bir tələskənlik də nümayiş elətdirirlər. Çünki o toqquşma hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətini son dərəcə ortaya çıxartdı və Türkiyədə ümumiyyətlə analitik mərkəzlərin mən bir neçə təhlilini və analizini oxudum və onlar, Türkiyəlilər də etiraf edirlər ki, onlar üçün İran-İsrail toqquşmasının təhlilindən gedir söhbət. Onlar üçün ən böyük problem məhz elə hava hücumundan müdafiə, sığınacaqlar və digər məsələlərdir. Ya bu digər məsələlər bizim üçün indiki bu mövzu deyil, yəni indiki verilişin mövzusu deyil. Ona görə də o digər məsələlər qalsın, gələcəkdə əgər lazım olarsa o istiqamətə toxunarıq. Ona görə də hesab edirəm ki, indiki mərhələdə Türkiyə hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün və hava hücumundan müdafiə ümumiyyətlə sistemini qurmaq üçün ciddi addımlar atır. Azərbaycan tərəfində burada müəyyən qədər dəstəyi və müəyyən qədər Azərbaycan tərəfində bu məsələdə yardımı var. Və düşünürəm ki, Türkiyə ilə əgər Rusiya arasında əgər bu S-400-lərin qaytarılma prosesi baş verərsə, bu həm döyüş təyyarələri, həm də hava hücumundan müdafiə sistemləri strateji müttəfiqlərə, yəni strateji ortaqlıqlara, yəni inanılmış dövlətlərə satılır. Yəni bu məsələlər. Ona görə də əgər bu proses ləğv olarsa, ortadan qalxarsa, hesab edirəm ki, Türkiyə ilə Rusiya arasında bir gərginlik də yaşana bilər. Və Türkiyə ilə Rusiya arasında gərginlik hansı istiqamətlərdə yaşana bilər? Yəni biz bunun bu barədə çox danışmaq olar. Amma hesab edirəm ki, bizim üçün ən maraqlı məsələ bu gərginliyin Cənubi Qafqaza təsiri məsələsi olacaq. Hesab edirəm ki, Türkiyə ilə Rusiya arasında gərginlik baş verərsə, Cənubi Qafqazda ciddi problemlər yaşana bilər və həm diplomatik sahədə, həm də ki, hesab edirəm ki, elə regionun özündə də, yəni münaqişələr və münaqişələrin yenidən alovlanması ehtimalı da ortaya çıxa bilər. Ona görə də indiki mərhələdə Türkiyə ilə Rusiya arasında hansısa bir gərginliyin yaranması hesab edirəm ki, ən azından Cənubi Qafqaz ölkələri üçün arzu olunan sayılmamalıdır və nəzərə almaq lazımdır ki, həm Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmayıb, bundan əlavə son dövrlər Gürcüstanla Azərbaycan arasında prosesləri bir qədər gərginləşdirməyə istəyən qüvvələr var və bu proseslərin gərginləşmə ehtimalı da əslində var. Ümumiyyətlə Cənubi Qafqaz dünyanın demək olar ki, ən o tanınmış analitik mərkəzləri tərəfindən hələ də yəni potensial münaqişə ocağı kimi göstərilir. Ona görə də hesab edirəm ki, bu Rusiya ilə Türkiyə arasında gərginlik Cənubi Qafqaza sahədə də ciddi şəkildə təsir göstərə bilər.
Dönək Rusiya-Ukrayna müharibəsinə. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi Amerika tərəfi çalışır ki, yəni tərəfləri ən azından bu ilin sonuna qədər, yəni yeni ilə qədər, bayrama qədər ən azından tərəflər arasında hansısa bir atəşkəsə və yaxud da ki, hansısa razılığa gətirsin. Amma düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi bu formada bitməyəcək, bu formada dayanmayacaq və bunu dayandırmayacaq tərəfin də adı əslində Rusiyadır. Çünki Rusiya düşünür və Rusiya etiraf eləyir ki, əgər atəşkəs baş verərsə, Ukrayna ordusu yenidən toparlana bilər, ümumiyyətlə Ukraynaya əlavə qüvvələr gələ bilər və yaxud da ki, hansısa bir formada dəstək gələ bilər. Ona görə də Rusiya üçün müharibənin, yəni atəşkəsin olması maraqlı deyil. Hətta sahədə çox itkilər versələr də, çox ciddi problemlərlə üzləşsələr də hesab edirəm ki, Rusiya tərəfi atəşkəsə getməyəcək. Rusiya tərəfinin əsas hədəfi hesab edirəm ki, bir dəfəlik müqavilə, sülh müqaviləsini bağlamasıdır və düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi indiki hədlərdə dayanarsa, hesab edirəm ki, bu müharibə bitmiş sayılmayacaq. Ümumiyyətlə, son dönəmlər biz baxırıq, yalnız Azərbaycanla Ermənistan arasında dayanan bu münaqişə demək olar ki, sabit dayanıb və ümumiyyətlə, dövlətlər arasında müəyyən mənada hətta əlaqələr də formalaşmağa başlayıb. Yerdə qalan bütün münaqişələr, bütün və yaxud da ki, Trump'ın qeyd elədiyi, dayandırdığı münaqişələr hamısı alovlanır. İstər Tayland, Kamboca olsun, istər Hindistan, Pakistan, hətta Hindistanla Çin arasında da müəyyən gərginliklərin olma ehtimalı yüksəkdir. Ona görə də indiki mərhələdə Azərbaycan tərəfi və Ermənistan tərəfi maksimum çalışmalıdır ki, bu sabitliyi qorusunlar və müharibəyə hansısa bir formada getməsinlər. Amma Azərbaycanla Ermənistanı toqquşdurmaq istəyən qüvvələr hesab edirəm ki, əgər bu regionda hansısa bir yenə uzlaşma baş verməsə, Zəngəzur istiqamətində hansısa bir toqquşmanın baş vermə ehtimalı yüksək qiymətləndirilir və bunun olma ehtimalı gözləniləndir. Amma indiki mərhələdə görünən odur ki, Azərbaycan və Ermənistan tərəfi tamamilə fərqli xətt tutublar. Hesab edirəm ki, əslində bu fərqli xətt təkcə Ermənistan, Azərbaycanda yox, ümumiyyətlə Cənubi Qafqazda bir sabitliyin hələ ki sabitliyi saxlayır, sabitliyi qoruyur. Əgər bu proseslər fərqli məzrəyə gedərsə, hesab edirəm ki, Cənubi Qafqazda münaqişə ocaqları və yaxud hətta yeni münaqişə ocaqları yarana bilər. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.